Quranın qiraəti müxtəlif mərhələlər keçmişdir. Yəni tarixi baxımından. Gəlib bura çıxana qədər nələrdən keçib bu? Biz oxumuşuq fiqh müəllimliyi, şəriət müəllimliyi dərsində fiqh elminin dövrləri olub. Yəni neçə dövran keçib fiqh elmi. Filan dövranda olub, filan dövranda olub. Nələr onu kəşf ediblər? İnşallah baxmaq istəyən baxa bilər. YouTube-da o bizim dərslərimiz var. Birinci mərhələ nədir? Bu mərhələdə Peyğəmbər Qur'anı öz sahabələrinə qiraət edir. Peyğəmbər həyatdadır, qiraət edir öz sahabələrinə. Beləliklə, bir dəfə sahabə Qur'anın qiraətini birbaşa, arada heç bir vasitəçi olmadan Peyğəmbərə təhlil verirlər. Peyğəmbər oxuyur, Qayril məğzub əleyhim və ləzzalin. Bunlar gəlirlər, Peyğəmbər dərs alırlar canlı surətdə. Rus demişlər, çerez olmayıb, arada vasitəçi olmayıb. Peyğəmbərən dərs aldığı formada da Peyğəmbər o qaytarılmışlar. Peyğəmbər demişlər, hə, bunu belə elə, onu belə elə. Vasitə yoxdur. Çünki vasitələr çoxaldıqca ixtilaflar ortaya çıxır. Məsələn, ki, mən Peyğəmbər dövründə idim, mən bu dərs verirəm, bilmirəm Peyğəmbər belə dedi, yoxsa belə dedi. Hə. Artıq bu vasitəçi olduğu üçün yadından çıxara bilər. Yaddan çıxarmayan bizə bir rəhbər lazımdır. Kimdir o? Əhl-i Beyt. Yaddan çıxartmayan bir rəhbər. Yəni məsumdular da. Məndən, ondan, bundan soruşanda hər hansı bir dini, şəri, əxlaqı filan sual, mən səhv cavab verə bilərəm. Deyirəm ki, mən dünən səhv bir cavab verdim. Hə, bu deyilmiş. Mən səhvləmişəm. Cavab budur. Belə şey olmaz Əhl-i Beytdə. Desinlər ki, hə, mən İmam Hüseyndən səhv cavab vermişim, mən səhv eləmişəm, bunun cavabı buymuş. Bu yoxdur Əhl-i Beytdə. Və ya mən deyə bilərəm ki, sən deyə bilərsən ki, dəqiq bilmirəm, mən biləm belə bir şey ola bilər. O, mən deyə bilərəm. Amma ola deməz Əhl-i Beyt. Deyəməz ki, mən bilmirəm, mən İmam Həsən belə idi, ya rivayət Peyğəmbərdən elə idi, mən dəqiq baxıb deyərəm. Yox, onlara elə şey yoxdur. Nə qədər ki, bu Əhl-i Beytin vasitəçiliyi yoxdur, ortaya çıxır nə qiraətlər. Üzr istəyirəm, yəsizlik deyərlər də. Baxın, qiraət elmində, Quran fakültəsində Əhl-i Beytdən kömək istəmədilər. Əbubəkirin dövründə, Osmanın dövründə, Əli yaxın buraxmadılar, oxumuşuq da. Bax, o ortaya çıxır problemlər. Həmin qiraətində, həmin cəm olunmasında. İndi vasitəçi var, birbaşa Peyğəmbərdən. Hələ bunun özünə müəyyən bir qüsur var, ha? Nə cəhətdən? Məsələn, sahabələr hamısı eyni olublar. Elmi cəhətdən, yaddaş cəhətdən hamısı eyni olub. O kim qarant verir ki, hər bir sahabə hər cəhətdən eynidir. Belə şey yoxdur axı. Müəyyən sahabə Peyğəmbərə oxuya bilər, ondan canlı dərs ala bilər. Peyğəmbər dünyası dərşəndən sonra soruşanda ki, filan kəsən Peyğəmbərin sağlığında ondan dərs almışam, bu məsələ necə idi? Deyib, baxmıyor ki, mən ona canlı dərs aldım, amma yadından çıxdı, nə demiş ki, Peyğəmbər. Yenə də bizi qane eləmir. Sahabə vasitəçiliyi. Və kimin vasitəçiliyi bizi qane etməlidir? Yaddaşında qüsur olmayan adamlar. Kimdir o? Əhl-i Beyt. Bunlar yaddaşında qüsur yoxdur? Təbii ki, yoxdur. Hardan deyilir? Qurandan. 33-cü ayə Əhzab surəsində. Tətihir nədir? Yəni paklıq. Allah təala ki, ric. Ric, yəni daxili və xarici qüsur. Əhl-i Beyt daxili və xarici qüsurdan uzaqdırlar. Bunları daxili qüsur, yaddaşsızlıq, paxıllıq, nənə və xarici qüsur. Məsələn, gözü elə olsun, əli belə olsun, yerişi qəribə olsun. Daxili və xarici qüsur Əhl-i Beytdə olmaz. Bu bizim məhəbbətimiz demək ki, bu Quran deyir də. Ric, orada o söz var, ric. Baxın, lüğətdə daxil və xarici qüsuru olmayan adam. Niyə bunlardan bunlar vaxtında imdad istəmədilər ki, ay Əli, gəl bizə kömək elə, qiraətlər qalıb belə, Quran qalıb başı başına. Mən bir mövzu üstündə çalışırdım və indi oxuyuram, imamət mövzusu, dərin mövzudur. Ancaq Quran əsaslı. Deməli, orada bir məsələ vardır, mən kənara çıxıram, çünki lazımdır. Baxın, bu fakültə demişim, hər sahə əhatə edir. Orada bir mövzu vardı, niyə məhz Əli, Əhl-i Beyt kimi insanlar olmalıdır Peyğəmbərin nümayəndəsi? Niyə də? O burusu yox. Bir neçə şərtlər vardı, sifətlər, xüsusiyyətlər ki, bu xüsusiyyətlərə görə bu adamlar daha layiqdir xəlifəliyə, onların biri elmdir. Hansı sualı Əhl-i Beyt cavab verə bilməyib.
hansı suala cavab verəndə səhvəl yolu veriblər. Gəlin birinci hələ müqayisə elə Əhl-i Beytlə, Əhl-i Beyt olmayanlar, sahabələr, xəlifələrin elmini. Nəfərlərlə sübutlar olub ki, bunların özlərinə qədər boşluğu olub dini suallarda. Məsələn, ikinci xüsusiyyət olan gücüdür. Əhl-i Beytin müharibədə olan gücləri, göstərdiyi şücaət və xəlifələrin göstərdiyi şücaət. Hansı xəlifə bir nəfər şəxsi öldürüb müharibədə? Hansı xəlifə bir insanı öldürüb müharibədə? Əksinə qaçıblar. Deməli, mən ikisini qeyd edirəm, çox xülasə. Bizim özümüz imamət deyil, amma gəldi. Elmi cəhətdən bunlar daha yüksək olduğu üçün bunlar niyə soruşmurlar? Nədir bunların dərdi? Beləliklə, bir dəstə sahabə Peyğəmbərə Qur'anın qiraətini birbaşa və arada heç vasitə olmadan Peyğəmbərə təlim alıb. Bu sahabələrdən bəzisi, Əli əleyhissalam, Osman, 3-cü xəlifələri, Übəy, Abdullah, Zeyd, Məaz və başqaları.